Bəli, Rəcəb ayındayıq, mübarək Rəcəb ayındayıq. Keçən dəfə Ariflərin dilindən bir söz söylədim. Ariflər deyirlər ki, Rəcəb ayı toxum əkmə ayıdır. Şəban ayı o toxumu düzəldib bəsləmə ayıdır. Ramazan ayı isə artıq bəhər almaq, məhsul yığma ayıdır. Xüsusən də Ramazan ayının axırları, o qədir gecələr, son 10 günlüyü. Allah silsiləvi yaşamağı bizə nəsib eləsin. İndi gəlin bir sualla yanaşaq. Bir əkinçi bir toxumu əkir, torpağın altına qoyur. Onda ilk yaranan his hansı hisdir? Deyməz. Ümid hissi. Düzdür? Onu əkən əkinçi toxumu ki torpağın altına qoyur, buğdanı ki torpağın altına qoyur. İçərisində ilk yaranan his ümid hissidir. Ümid hissi ki bu cücərəcək. Bu cücərər. Cücərər, böyüyər və mən bundan məhsul yığaram. Bu ümid hissidir. Ümid hissi nə ilə böyüyər? Səbirlə, qəşəngdir. Ümid hissi iki dənə də başqa bir şeylə nə olar? Böyüyər. İnanla, əhsən. Onda 4 deyəcəyəm. Qoy deyim, dəqiq deyim sizə. Ümid hissi, mən bildiyim, siz bilənlər də düzdür, mən bilmirdim, ola yatacağım mən, qeyd edəcəm. İki şeylə adətən böyüyür, ümid. Bax, özbə bir dənə, bax. İnam da onunla böyüyür. Səbir də onunla böyüyür. Onlardan birisi təfəkkürdür. Təfəkkür. Təfəkkürsüz səbir dözümdür, səbir deyil. Düzdür? Dözməkdir. Məcburam dözürəm də, o kişiliyimə. Səbir təfəkkürlü olur. Birisi təfəkkürdür, ikincisi duadır. Ümidlərimizi neyle böyüdürük biz bəzən? Duanı. Və təfəkkürlə, fikirləşməklə. Çünki ümid özü fikirlərdir. Necə fikirlərlə, doğru fikirlərlə, necə dualarla, doğru dualar ilə. Ümidin özü İslamda bəyənilib ya yox? Bəli, bəyənilib. Quran bəyənib. Ümidsizlik Quranda pislənilib, tənqid olunub. Bəli. Kafirlərdən başqa Allahın rəhmətindən heç kəs ümidsiz olmaz. Ümidsiz olan şeytandır. Müminin şanələrindən birisi budur ki, nə olsun? Ümidli insan olsun. Rəcalı insan olsun. Ümidi böyük olsun. Ümidimizi böyüdəcəyik. Bu ayda bizim ümidimizi böyüdəcəyik. Düşüncələrimizi böyüdəcəyik. Çünki yola çıxırıq. Dedik axı səfərdir. Ramazana tərəf, Allahın qonaqlığına tərəf yola çıxırıq. Yola çıxan axıracan hansı insan gedə bilər? Ümidi böyük olan insan. Səbri çox olan insan. Səbri, ümid insanın bəzən səbri ümidindən çox asılır. Ümid qırılanda səbri gedir, yoxsa yox? Gedir. Ona görə də bu aya gəlin bir də yeni ad verək. Nə ayı? Ümid ayı. Toxumumuzu əkmişik, ümidlə səfərə çıxmışıq. Ramazan ayına tərəf inşallah. Odur ki, İmam Cəfər Sadiq əleyhissalamdan bir dua var. Namazlardan sonra oxunan duadır. O duaya baxanda elə görürük Allah ilahi rica yəni ümidlə başlayır. Mən duanı oxuyum sizin üçün, kiçik tərcümə eləyim, yormayayım sizi.
Bismillahirrahmanirrahim. Ya men ercuhu li kulli xeyr. Ey bütün xeyirlər ümid olunan Allah. Ey o kəs ki, bütün xeyirlər ondan ümid olunur. Ondan gözlənilir. Ümid yerimizdir. Xeyrin ümid yerimiz olan Allah. Xeyir Allah'tandır. Xeyir növləri bir deyil. Maddi insanlar ancaq xeyri maddi şeylərlə görə bizi için xeyir böyük mənadadır. Gözəl təfəkkür də xeyirdir. İman da xeyirdir. Bu günləri yaxşı namaz qılmışam, bu da xeyirdir. Bəzən əlimə yetişməyənləri də xeyir bilirəm. Əgər Allahdansa deyirəm, o da xeyirdir. Ona da şükür edirəm. Və bu ümidlə Allaha üst tutub deyirəm, ey ya mən ərcuhu li kulli xeyr, ey bütün xeyirlərə ümid olunan, və mən səxətəhu ində kulli şərrin, ey bütün şərlərdə qəzəbindən özünə sığındığım Allah. Özünə sığınırıq. Bunun en gözəl misalı Kərbəlayı bilsən nədir? Mən o hadisəyə baxmağa kef aldım. Bəzən adam özünü görür orada. O balaca uşaqların anası üstünə qışqırır. Qorxur uşaqlar anadan. Qorxmaqları ilə bərabər gəlir, onu neynir? Ayağını qucaqlayır. Onun qucağına gəlir. Bu qışqırıb üstünə. Bundan qorxur. Qorxmağı ilə bərabər yenə də ananın özlərinə qaçır. Ona sığınır. Biz Rəbbimizə qarşı bu cürləyik. Qəzəbindən qorxub elə özünə sığınırıq. Onun rəhmətinə sığınırıq. Qəzəbindən qaçıb elə özünə sığınırıq Allahın. Və bu ay həmən o təfəkkürün yaranma, təfəkkürləri yaratmaq bir ayıdır. Bunları biz, bu düzəlti nə düzəltilər? Hansı toxumlar əkirik? Əslində düşüncə toxumlarını bu ilə biz əkirik. Nə toxum əkirik ki bəyə? Ha? Düşüncə toxumları qəlbimizə əkirik. Qəlbimizə düşüncə toxumlarını əkirik. Ya mən yox deyil, kətirə bil qəlil. Ey o kəs. Ey o kəs ki, azın müqabilində çox verir. Allah bizimlə ticarət eləmir. Belə deyil. Bunun qiyməti bir manat verməsən verməyəcəyəm. Allah belə deyil. Bəzən görərsən 2 rükət namaz səni cənnətə aparar. Bəzən görərsən 40 illik ibadət sənə heç nə verməz. İstər ki Allahın qapısını doğru döyəsən, Allah qarşısında özünü hiss eləyəsən, səmimi qəlblə bir ömür günah eləyəndən sonra deyəsən, Allah çox peşman oldum, Allah utandım daha səndən, bezdim özümdən. Aç qapını gəlirəm, ya Rəbbim, Rəcəb ayının hörmətinə bu ayda demişsən qapıları açıram, mən də gəlmişəm. Silər adamına heç günah eləməyib. Gedər o dünyada görər, heç nə yoxdur. Azın müqabilində nə verər? Çox verənsən sən ilahi. Ya mən yu'ti mən səələhu. Ey o kəs ki, hər kəs ondan nəsə istəsə ona verər. Hər kəsə verər. İstəyən hər kəsə verər. Ancaq istəyənə verər. Buyurur, xeyr. Ya mən yu'ti mən səələhu. Ya mən yu'ti mən ləm yəsəluhu. Ey o kəs ki, istəməyənə də verər. O qədər şeylər var, heç bizim ağlımızdan keçmir, qəlbimizdən keçmir, özümüz üçün istəyək, amma Allah onları bizə verir. İstəmədiyimizi də verir. Hətta bəzi şeylər var, biz özümüz üçün istəmirik onu, amma o bizim xeyrimizə deyə, Allah onu bizə yenə də verir. وَلَمْ يَعْرِفْهُ. O kəsə də verir ki, onu tanımır. Burada Allahın rəhman sifətini göstərirsən ki, Allah rəhmandır. İstəyənə də, istəməyənə də, onu tanıyana da, tanımayana da verir. Bu Allahın gözəlliyidir ya, əslində qalanda. Onu tanımayana vermək, kafirə su vermək, bu Allahın nə böyük də rəhman sifətinin təcəllasıdır, həmd olsun ona. İndi burada ikinci məna var. Əgər onu tanımayana verirsə, gör tanıyana nələr verəcək. İnşallah.
tahannunan minhu rəhmətən. Ey tanımayanı mərhəmət edən, bəxş edən, mənim səndən istəməyimlə ki, mən təhənnün edirəm, istəyirəm səndən və rəhmətinlə a'tini bi məsələti yəkə. İlahi, mən fəqət səndən istəyirəm, mənə əta et. Cəmiə xeyri dünya və cəmiə xeyri axirə. Bəh, bəh, bəh. Səndən istəyirəm dünyanın bütün xeyrini, ahiretin bütün xeyrini. Allah'tan balaca şey istəməyin. Allah səndən bir dənə bunu istəyirəm. Yox, mən hamısını istəyirəm. Cənnətdən ən ali məqam nədir? Hə? Onu istəyirəm. Dünyada mümin üçün yaratdığı ən uca məqam nədir? Onu istəyirəm. Ən yüksək nemət nədir? Onu istəyirəm. Allahın nəzərində xeyr deyilən nə var? Allah bütün xeyirləri istəyirəm. Deyir, Allah'la belə danış. Bütün xeyirlər deginən, dünyanın bütün xeyirlərini de. Çünki Allah versə, dualarda deyir, ah sən versən, nə olmazsa, xəzinəndən heç nə azalmaz. Allah kasıblaşmaz ki. Onun için Allah'tan, niye Allah'tan çox istəməlisən? Niye Allah'tan böyük istəməlisən? Çünki böyükdən böyük istəyərlər. Allah'tan az istəsən, Allah hələ balaca bilmirsən sən. Hə? Allah'tan böyük istəyər.